Buyurun Tünzalə müəllimə, dinləyirəm. Mən Xanalıyeva Tünzalə 1990-cı ildə Faik qızı 1990-cı ildə Sabirabad rayonunun Nərmankənd kəndində anadan olmuşam. 1997-2008-ci illərdə Mübariz Şahmurov adlı tam orta məktəbdə təhsil almışam. 2012-ci ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin texnologiya müəllimlik ixtisası üzrə subbakalavr səviyyəsini bitirmişəm. Həmən ildə doğma məktəbimdə pedaqoji fəaliyyətimə başlamışam. Pedaqoji fəaliyyətimə başlamışam. İşlədiyim illərdə bir çox nailiyyətlər əldə etmişəm. Bunlardan biri də kənd üçün praktiki layihə hazırlamışam. Avtomatik suvarma sistemləri, tullantılardan ağıllı cihazlar hazırlamışam. 2022-ci ildə Şirvan şəhərinə yer-dəyişmə edərək 21 nömrəli tam orta məktəbdə işləməyə başlamışam. İşləməyə başlamışam. Bu məktəbdə də bir çox tədbirlər və sərgilər keçirmişəm. Mənim rəhbərliyim altında şagirdlərim texnologiya müsahibəsindən yüksək yerlər tutmuş innovativ layihələr hazırlamışdır. 2024-cü ildə Yaşıl Dünya namlı həmrəylik ilə adlı layihəsində əl işim böyük maraqla qarşılanıb. Mən bir müəllim olaraq öz vəzifəmin icrasına məsuliyyətlə yanaşıram. Düşünürəm ki, məsuliyyətin və əziyyətin olduğu yerdə uğur qaçırılmazdır. Dinlədiyiniz üçün təşəkkür edirəm. Təşəkkür edirəm Tünzalə müəllimə. Amma danışarkən nitqüzə biraz fikir verin necə. Nitqüzdə kəsilmələr olur. Bəli, ifadələri olur. Bunu etməmək üçün nə etmək lazımdır? Çox təkrar eləmək. Güzgünün qabağında durun Tünzalə müəllimə. Bunu dəfələrlə təkrarlayın ki, həmin hallar olmasın. Qalan yəni ifadə elədiyiniz fikirlər yaxşıdır, amma həmin halların olmağı, yəni o sizin müsahibəni biraz necə eləyir, dolğun eləmir. Yəni bunu nəzərə almaq lazımdır. Yaxşı, indi Yəni ki, həyəcanlı danışdım. həyəcanlı, bir də tutulmalar olur, qırılmalar eləyirsən arada, onlar olmasın. Bəli. Müəllimə, illərdə çox təkrarçılıq yoxdur ki. İllərdə təkrarçılıq yoxdur. Sadəcə siz sertifikasiya qrupsuz deyənəm. Məsələn, sizdə fəaliyyətləriniz vardır. Düzdür. Məsələn, orada dinləyəcəklər. Bəzən olur ki, deyirlər ki, qısa eləyin. Bax, belə bir fikir də söyləyirlər. Mən özüm müsahibədə direktorluğun və müavinliyin müsahibələrində iştirak eləmişəm dəfələrlə. Yəni, orada bəzən olur ki, saxlayırlar ki, qısa edin, məsələn, kifayətdir. Bu fikirləri ifadə eləyirlər. Yəni, siz də öz fəaliyyətinizi sertifikasiyadır, uzun illər işləmisiniz, yer dəyişmə eləmisiniz, məktəbdən məktəbə keçmisiniz. Nailiyyətlərinizi demək əsasdır, yəni nailiyyətlərinizi deyin, bunu vurğulayın, əsasdır. Yaxşı, indi gəlin suallarımıza başlayaq Tünzalə müəllimə. Müəllim, mən də təqdim etməmi eləyə bilərəm sizə. Müəllimə, növbə ilə hamınızdan soruşacağam, Şəlalə müəllim. Oldu mu? Tünzalə müəllimə, niyə müəllim olmaq istəmisiniz? Bu sualı versələr nə cavablandıracaqsan? Niyə müəllim olmaq istəmişəm? Müəllim şərəfli peşədir və şagirdlərimin şagirdlərimin onu necə deyəcəm, müəllim yüksək peşədir və mən düşünürəm ki, şagirdlərimi yüksək yerlərə gətirib çıxardacağam. Tünzalə müəllimə, əgər bu sual sizə ünvanlansa, bax, dediyiniz də əsasdır, amma belə də cavab verə bilərsən. Hər kəsin öz hekayəsi vardır. Lakin heç zaman müəllim olmaq istəmirdim. Sualı vermək, kimi negativ cümlələr işlətmək olmaz. Bəzən olur ki, elə müəllim olur, heç bu sənəti sevmir, valideynlər məsləhət görür, gəlir müəllim sənətini seçir. Düzdür?
Bəzən olur ki, insan özü sevə-sevə bu sənəti seçir. Bu sənətə yiyələnir, bu peşəyə yiyələnir. Bəli, bax burada əgər səni bunu məcburən seçmisənsə də onu deməməlidir müəllim ki, mən valideynlərin məsləhəti ilə bu sənəti seçmişəm. Deməlisən ki, müəllim sənəti hər zaman hörmət edilən bir sənətdir. Daima uca tutmuşam bu sənəti, sevmişəm bu sənəti. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, mən yer üzündə müəllimdən yüksək ad tanımıram kimi, məsələn, fikirlərini səsləndirə bilərsiniz. Bəli. Yaxşı. Tünzalə müəllim, əgər şagirdin çox bilmiş uşaq olarsa, ona necə dərs keçərdiniz? Mən onun biliklərindən faydalanardım və onun biliklərindən faydalanardım. Bax, Tünzalə müəllim, bu sual verilsə sizə belə cavab deyəcəksiniz. Yəni, siz müəllimsiniz, innovativ müəllimsiniz, müasir müəllimsiniz, hər bir yeniliyə açıq olan bir müəllimsiniz, düzdür? Və deməlisiniz ki, burada dərs keçən zamanın onun maraq və tələbatlarına uyğun suallar tərtib edərəm. Yəni, həmin şagirdin maraqlarına uyğun, tələbatına uyğun suallar tərtib edərəm. Bəli, yəni orada biz bildiyimiz kimi fərdi, qruplarla, cütlərlə, kollektiv halda biz təşkil edirik dərsləri, düzdürmü? Və bildiyimiz kimi diferensial yanaşırıq hər bir şagirdə. Diferensial yanaşırıq və bütün bunları nəzərə almaqla həmin şagirdin də maraq və tələbatına uyğun dərsi keçərəm. Təhsil üçbucağı nədir Tünzalə müəllimə? Təhsil üçbucağı valideyn, müəllim, bir də psixoloq. Müəllim, valideyn, şagird. Təhsil üçbucağı deyəndə bu nəzərdə tutulur Tünzalə müəllimə. Şagird, bəli. Tünzalə müəllimə, sizə belə bir sual verə bilərlər. Şagirdlərlə işləməyin hansı çətinliklərini olduğunu düşünürsünüz? Mən şagirdlərlə işləməyin çətin olduğunu düşünmürəm. Əksinə onlarla işləməyi sevirəm və onlara yeni getdi burada. Fikrinizi bildirin, yəni fikrinizi bildirin, mən sizə kömək edəcəm. Tünzalə müəllim. Mən şagirdlərlə çətin deməli, hay Allah, mənimə getdi. Fikrim getdi, tam qəmləyə bilmirəm. Yaxşı, Tünzalə müəllimə, əgər bu sual sizə verilərsə, bax bu sualı belə cavablandırarsınız. Şagirdlərlə işləməyin müxtəlif çətinlikləri ola bilər. Məsələn, hiperaktiv uşaqları dərsə cəlb etmək müəllimi üçün çətinlik yarada bilər. Digər halda hər bir şagird müxtəlif ailədə tərbiyə alır, böyüyür, müxtəlif xüsusiyyətlərə yiyələnir. Bu səbəbdən dolayı hər bir şagirdin maraqlarını öyrənmək və onu dərsə cəlb etmək müəllimə çətinlik yarada bilər. Lakin düşünürəm ki, əsl müəllim bunların heç birində çətinlik çəkməməlidir. Hər bir şagirdin xüsusiyyətini nəzərə alaraq ona yanaşmalıdır. Bərabər imkanları qorumalıdır. Yaxşı, Tünzalə müəllimə, fərqində olmadan sinifdə kobud söz işlədirsiniz. Nə edərsiniz? Mən kobud söz işlədirəm, fərqində olmadan. Bəli, fərqində olmadan elə bir an olur ki, fərqində olmursan. Elə bir şərait yaranır ki, fərqində olmadan bir kobud söz işlədirsən. Uşaq məsələn bir dəcəllik eləyir. İstər-istəməz bir kobud söz işlədə bilərsən. Onda nə edərsən? Allah. Bax, əgər bu sual cavablanarsa sizə, siz deyirsiniz ki, mən dərsdə heç vaxt kobud söz işlətmirəm. Yadınızda saxlayın ki, mənfi olan şeyi özünüzə almayın. Yəni, mənfiliyi heç vaxt özünüzə almayın. Deyirsiniz ki, mən müasir müəlliməm.
Mən yeni üsullarla dərs keçən bir müəlliməm. Mən çalışıram ki, heç zaman kobud sözlərdən, ifadələrdən istifadə etməyim. Hər hansı bir an olsa da, konflikt olsa da belə, dərs prosesində yarana bilsə də belə, yəni mən özümü idarə edə bilirəm və heç vaxt da kobud ifadələrdən istifadə etmirəm. Tünzalə müəllimə, Evet. sizcə əlçatmaz nədir? Əlçatmazlıq nədir? Bəli. Müəllim üçün əlçatmaz heç bir şey yoxdur. Sadəcə müəllim yeniliklərə açıq olmalıdır və daima araşdırmacı olmalıdır. Bəli. Əgər bu sual sizə verilərsə, belə cavablandırırsınız. Mənə görə əlçatmaz bir şey yoxdur. İnsan bir şeyi sidqi ürəkdən istəyirsə, qarşısına məqsəd qoyur, hər problemə sinə gərib, onun üçün çalışırsa, istəyinə müstəqil nail olacaqdır. Yetər ki, biz istəyək və çalışaq. Tünzalə müəllimə, belə bir sual verilə bilər. Şagird dərsinizə girmir, sizi sevmirsə, nə edərsiniz? Belə deyərdim, mən düşünürəm ki, belə bir hal baş verməz. Amma baş verərsə də mən şagirdin kiçik uğurlarını deyərəm və şagirdi ələ alaram. Yəni onun kiçik nailiyyətlərindən bəhs edirəm, şagirdi ələ alaram və yəni dərsi sevməsi üçün onun maraqlarına uyğun dərs keçərəm. Əhsən, düzdür. Həmin şagird maraqlarına uyğun dərs keçməyə, ona dərsdən sonra daha çox vaxt ayırmağa çalışaram ki, dərsdən sonra onunla söhbət eləyirəm. Niyə məndən xoşun gəlmədiyini araşdırıram. Niyə məni məsələn sevmirsən, xoşun gəlmir. O yəndə addımlar atmağa çalışaram. Bax bu sualı belə cavablandıracaqsınız. Tünzalə müəllimə, əgər sinifdə bir uşağın halı pisləşərsə, nə edərsiniz? Bir uşağın halı pisləşərsə, mən sakitliyi ələ alaram. Həmən uşağın vəziyyəti ilə bağlı onu tibb müəssisəsinə göndərərəm. Bəli. Yəni sinifə ələ alaram. Sinifin sakitliyini ələ alaram. Qoymaram ki, yəni təşvişə düşsünlər uşaqlar. Şagirdi tibb məntəqəsinə göndərərəm. Yaxşı, əhsən, düzdür. Sinifdə intihar məktubu taparsınız. Tapdınız da. Sinifdə Nə edərsiniz? Sinifdə imtihar məktubu taparsam, birbaşa rəhbərliyə xəbər verərəm. Yəni özüm həll eləyə bilməsəm, birbaşa rəhbərliyə xəbər verərəm və valideynlə əlaqə saxlanırlar. Psixoloqda həmçinin. Bəli, əgər sinifdə biz intihar məktubu müəllim taparsa, dərhal məktəb psixoloquna müraciət etməlidir. Bu məsələni ona bildirməlidir. Həmin uşağın problemləri ilə maraqlanmalıdır. Onu bu fikirlərdən daşındırmağa çalışmalıdır. Daha sonra mütləq şəkildə valideynləri ilə bu məsələni bildirməli, agah etməlidir ki, bəs sizin övladınız belə bir fikirdədir. Bəli, Tünzalə müəllimə, bu sualı belə cavablandıracaqsınız. Dərsdə bir neçə dəqiqə dərsdir, başlayıbdır, bir neçə dəqiqə gecikirsiniz və direktor koridorda sizi təhqir etsə, nə edərsiniz? Direktor məni təhqir edir. Bəli. Deyir ki, niyə dərsə keçmirsən? Kobud bir ifadə işlədir. Təhqirə bağlı olaram, amma təhqirə bağlı olaram, tənqidə açıq olaram. Təhqirə hər zaman bağlı olaram. Yəni təhqir edərsə mən onun cavabını verərəm. Amma ki tənqidə hər zaman açıq olaram.
Bax, Tünzalə müəllimə, bu sual verilsə, belə cavablandıracaqsan. Direktor heç bir halda müəllimi təhqir edə bilməz. Onun ixtiyarı yoxdur. Bilmem. Təhqir edə bilməz. Bəli, direktorun ixtiyarı yoxdur ki, müəllimi təhqir etsin. Tənqid edə bilər, amma təhqir edə bilməz. Bu halda Təhqir edə bilməz. üzürlü səbəbdən, bəli, onun fikri yadında saxla yenə. Direktor heç bir halda müəllimi dərsə gecikib yenə təhqir edə bilməz. Çünki direktorun hüququ yoxdur müəllimi təhqir etmək, işçini təhqir etmək hüququ yoxdur. Tənqid etmək hüququ vardır. Hüququ yoxdur. Bəli, amma təhqir etmək hüququ yoxdur onun. Və bu bildiyimiz kimi etikaya da uyğun olan bir şey deyil təhqir etmək. Bir halda əgər üzürlü səbəbdən gecikmişəmsə, səbəbini bildirərəm və üzr istəyirəm. Bu halın bir daha təkrarlanmayacağını bildirərəm. Tünzalə müəllimə, sinifdə gərgin bir məsələn şagirdim var dərsində, yəni sinifdə. Əcnəbidir. Əcnəbi olarsa nə edərsiniz? Sinifdə əcnəbi bir şagirdim var. Mən nə edərəm? Bəli. Müəllim hər bir uşağa fərdi şəkildə yanaşmalıdır əslində, amma əcnəbi uşaq olarsa, ona yenə fərdi şəkildə yanaşaram. Onun əcnəbi uşaq olarsa, yeniyərəm. Tünzalə müəllim, bax bu sualı belə cavablandıracaqsan. Bir dəqiqə. Bu halda müəllimin etik davranış qaydalarından qərəzsizlik prinsipinə əsaslanaraq şagirdin dinindən, irqindən, irsindən, cinsindən fərqli olmayaraq onlar arasında fərq qoymaram. Onun şəxsiyyətinə hörmət edib ayrı seçilik yaratmaram. Çünki şagirdlər arasında fərq qoyulmamalıdır. Yəni fərq qoyulmamalıdır. Kurikulum nədir, Tünzalə müəllimə? Kurikulum istiqamətlərdiricidir. Yəni kurikulumu elə də dərindən bilmirəm. Amma bir onu bilirəm ki, istiqamətlərdiricidir. Kurikulum müəllimin kimi idi, Tünzalə müəllimə? Mən kurikulumdan müəllimə hazırlaşmamışam. Hə. Kurikulumdan yəni heç bir şey bilmirəm də, yəni belə deyim ki, qanım qıravam yoxdur kurikulumdan. Sadəcə müəllimin atdığı sualları biz öyrənirik. Tünzalə müəllimə, Yəni bax orada birdəm səndən, bax oturmusan. Sadə bir sualdır, deyəcək ki, kurikulum nədir? Sənə sual verəcək. Orada da bu suala bu cür cavablandırma. Konseptual sənətdir. Konseptual sənətdir, istiqamətlərdiricidir. Kurikulum təlimin təşkili, təhsilin deyir. Kim bu suala cavab verə bilər? Əl qaldırsın. Hə, yaxşı, onda özüm deyim. Kurikulum təhsil proqramıdır. Təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən sənətdir. Bax, kurikulumun tərifini yadda saxla. İstənilən suallar verə bilirlər orada. Yəni, orada hər bir sual verə bilərlər. Siz o suallara, kurikulum suallarına yəni hazır olmalısınız. İndi yaxşı, sizdən soruşa bilərlər Tünzalə müəllimə. Siz texnologiya müəllimisiniz, düzdür? Bəli. İndi texnologiyanın məzmun xəttlərini desə, soruşsalar nə cavab verərsən? Məişət mədəniyyəti, texniki emal, məişət mədəniyyəti, texniki emal, emal texnologiyası, bir də qrafika. Yəni, öz məzmun xəttlərinizi əzbərə bilməlisiniz. Bəli. Yəni, çünki orada suallar verilir.
Yaxşı, Tünzalə müəllimə. Buyurun. İkinci Qarabağ müharibəsi nə vaxt başladı? 2020-ci ildə, Bəli. Yəni, sentyabrın 27-sində. bəli, ay sağ ol. Yəni bunları bilməlisiniz. İstənilən yerdə suallar verirlər. Down sindromlu uşaqlarla necə rəftar edərsiniz? Sinifinizdə Down sindromlu bir uşaq var. Necə rəftar edərsiniz? Fərdi şəkildə yanaşaram, qayğı göstərərəm. Belə. Down sindromlu uşaqlar bildiyimiz kimi daha çox sevgi, diqqət Tələb edən istəyən uşaqlardır. uşaqlardır. Onlar tez-tez xəstələnirlər. Burun-qulaq sistemlərində müəyyən infeksiyalar olur. Müəyyən qədər işitmə problemləri olur da. Down sindromlu Müəllimə, uşaqlar onları da biz orada vurğulaya bilərik. Deyə bilərik ki, belə xəstə uşaqlardır. bəli, xəstə uşaqdır Down sindromlu uşaqlar. Yəni orada fikrinizi bildirməlisiniz də sizin bir məlumatınız olmalıdır. İnklüzivlər daxildir də o Bəli, müəllimələr. Down sindromlu uşaqlar inklüzivə daxildir. Məsələn, autizmli, Down sindromlu uşaqlarda. Sinifin effektiv idarə edilməsi üçün müxtəlif texnika və strategiyalar hansılardır? Bax, sinifin idarə edilməsi üçün müxtəlif texnikalar və strategiyalar. Bunlar hansılardır, Tünzalə müəllimə? Mənim onu bilmirəm. Gözlənti, prosedur, qayda, sinif daxili konfliktlərin həll edilməsi şəxsi nümunə. Bunlar nədir? Effektiv idarə edilmək üçün lazım olan texnika və strategiyalardır. Məsələn, gözlənti deyirik. Gözlənti nədir? Gözlənti sinifin gözləntisidir, yəni sinifin nailiyyətləridir. Daha necə deyərsən, daha ətraflı necə deyə bilərsən? Yəni gözlənti nədir? Uşaqların yəni nailiyyətləridir. Uşaqlar bildiklərin yəni deyirlər, öyrəndiklərin deyirlər. Yəni onların uğurlarıdır, kiçik nailiyyətləridir. Müəllimin şagirdə ötürdüyü mesajlı gözlənti. Mən şagirdlərdən nə gözləyirəm? Deyirəm ki, hörmətli olun, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Bunlar gözləntidir. Gözlənti şifahi şəkildə olur, yoxsa yazılı şəkildə olur? Şifahi şəkildə. Gözləntini biz şifahi şəkildə də deyə bilərik, yazılı şəkildə də deyə bilərik. Yazılı şəkildə qapıların üzərinə sinifə vurulur. Davranış, yəni biz şagirdin davranış və fəaliyyətindən necə olması barədə ötürdüyümüz bir mesajdır. Yaxşı, Tünzalə müəllimə, bu gözləntini biz ilin sonunda şagirdə deyirik, yoxsa ilin əvvəlində? İlin əvvəlində deyirik. Bəli, İlin ilin sonunda. əvvəlində, düzdür, ilin əvvəlindədir. Bəs yaxşı, biz gözləntini elə dedik ki, hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Bunu elə dedik keçdi, yoxsa onun izahını verməlisən Tünzalə müəllimə? Xeyr, onun izahını da veririk. Bəli. Məsələn, hamıya hörmətlə yanaşın deyəndə nə nəzərdə tutulur? Hamıya hörmətlə yanaşın deyəndə, yəni bu etik qaydalar nəzərdə tutulur. Yəni biz o qaydaları əvvəlcədən şagirdlərə aşılayırıq. Nəzakətli sözlərdən danışığınızda istifadə edin. Başqaları danışanda diqqətlə dinləyin. Onun sözünü kəsməyin. Sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin. Sakit işləyin. Sinif yoldaşlarınıza, parta yoldaşlarınızın rahat işləməsi üçün şərait yaradın. Bax, hamıya hörmətlə yanaşın deyəndə bu nəzərdə tutulur. Bəs məsuliyyətli olun deyəndə nə nəzərdə tutulur? Şagirdlərin məsuliyyəti, yəni şagirdlərin məsuliyyətli davranırlar da, yəni necə deyim bunu? Bax, Tünzalə müəllimə,
Məsuliyyətli Hə. olun deyəndə dərsə vaxtında gəlin, sinifdə gərginlik, Gecikməyin, yəni bəli, dərsdə girərkən gecikməyin. bütün materiallar yerində olmasına əmin olun. Verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Bax, bu nəzərdə tutulur. Ağ lövhə nəzəriyyəsi nədir, Tünzalə müəllimə? Ağ lövhə nəzəriyyəsi. Bəli. Bunu bilmirəm, müəllimə. Ağ lövhə nəzəriyyəsi John Locke'undur. Tərbiyə haqqında fikirləri dövrü üçün çox əhəmiyyətli idi. Ağ lövhə nəzəriyyəsini irəli sürmüşdü. Onun fikrincə, uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakter formalaşır. Ağ lövhə nəzəriyyəsi bu idi. Yaxşı, Tünzalə müəllimə, çox sağ olun. Siz sağ olun, müəllimə. Kim özünü təqdim etmək istəyər, buyursun. Müəllim idim mən. Buyur müəllimə. Salam hörmətli komissiya üzvləri. Mən Şəlalə Kərimov Mirzə qızı. 1984-cü ildə Ucar rayonunun Quləbənd kəndində anadan olmuşam. 1991-ci ildə Ucar rayon Quləbənd kəndi Cəsarət Zülfüqar adına tam orta məktəbimin 1-ci sinifə getmişəm. 2002-ci ildə həmin məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin peşə təlimi ixtisasına qəbul olmuşam. 2006-cı ildə universiteti qurtarmışam. Həmin ildə azad təyinatla Ucar rayon təhsil şöbəsinə ənənəvi müsabiqədən keçərkən Ucar rayon Alpoy kənd 1 nömrə tam orta məktəbdə əmək təlimi dərslərini tədris etmişəm. 20 il həmin məktəbdə texnologiya sillərini uşaqlara öyrədirəm. Bu il ərzində öz üzərimdə işləmiş, öz fənnimlə bağlı kurikulumun bizə gətirdiyi yeniliklərlə əlaqə olaraq müxtəlif təlimlərdə, seminarlarda iştirak etmişəm. Bir sıra sertifikatlar almışam. Təhsil Nazirinin keçirdiyi sertifikasiya imtahanına uğur qazanaraq müsabiqə mərhələsinə keçmə imkanı qazanmışam. Bu müsabiqə mərhələsində sizinlə razılığım olsa, sizinlə razılığı olsa, mən müəllimin peşəmi davam etdirmək fikrindəyəm. Çünki mən bu peşəmi çox sevirəm. Bu sevgimlə sabaha daşımaq üçün buradayam. Mənim bu qədər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Bəli, bax bu fikri deyəcəksən Şəlalə müəllimə. Şəlalə müəllimə, orada məsələn düzdür, doğulduğun tarixi dedin, dərsə getməyi dedin, yəni orada məsələn bitirməklə deməyə də bilərsən, yəni biraz qısalda bilərsən. Yaxşıdır, təqdim etmən yaxşıdır. Biraz da işlərin üzərində yaxşıdır təqdim etmək. Oldu müəllim. Yaxşı, Şəlalə müəllimə, həyəcanlı uşağı necə sakitləşdirərsən? Həyəcanı unutma, necə sakitləşdirir? Özümü? Yox, həyəcanlı uşaq var sinifdə. Həmin həyəcanlı uşağı necə sakitləşdirir? Həyəcanlı uşaq varsa sinifdə, müəllim, birinci uşağı mülayim dinləyərəm, onu sakitləmək üçün sinifdə uşağa təskinlik verərəm ki, həyəcan olmasın, ki o elə bir sinifə dərslərə yaxşı cavab verə bilsin. Sinifdə rahat suallarla, mülayim dillə onlara cavabını alaram. Sonra get-gedə onun həyəcanını götürərəm üstündən. Bəli, Şəlalə müəllimə, düz vurğuladınız. Həyəcanlanmağa heç bir səbəb olduğunu bildirərəm. Onun həyəcanını hər üsulla yox etməyə çalışaram. Məsələn, dərsi oyunlar şəklində quraram, onun dərsə marağını artıraram. Dərsdən qorxmaz, əksinə o uşağa dərs maraqlı gələr. Bax, bu sualı belə cavablandıracaqsınız. Bəli. Şagirddə özgüvən hissini necə formalaşdırarsan? Bu sualı necə cavablandırarsan?
Şagird öz güvən hissi formalaşdırmaq üçün əgər mən texnologiya dərsini keçirəmsə ona o deyər ki, mən özümə güvənmirəm, mən bu dərsi yaxşı hazırlaşa bilmərəm, oxuya bilmərəm. Ona təskinlik verərəm. Sən bundan da yaxşı ola bilərsən, özünə güvən və bu dərsdə sən uğur qazana bilərsən. Elə bir mənim ona necə deyərək Bəli, Şəlalə müəllimə. Əgər şagirddə özgünəvini müəllim necə formalaşdırmalıdır? Onun bacarıqlarını vurğulayaraq, hər uğurunu qiymətləndirərək, dəstək olaraq. Mənim həm uğuru dəstək olaraq. Məsələn, hər hansı bir nəsə uğur eləyim, nəsə göstərdim. Mən yaxşı bilmədim, mən yaxşı düzəldə bilmirəm. Mən bu dərsi yaxşı oxuya bilməyəcəm, zəifəm. Ona daha da təskinlik verirəm. Sən hər şeyi bacararsan, sən hər şeyi eləyə bilərsən və bu dərsdə sən uğur qazana bilərsən. Əhsən. Şagirdlərin təhsilində hansı boşluqları görürsünüz? Şagirdlərdə dərslərdə hansı boşluqları görürsünüz? Təhsilində hansı boşluqları görürsünüz? Təhsilində. Mən şagirdlərdə təhsilində o boşluqlar ola bilər ki, dərsə ciddi yanaşmır, ondan sonra dərsə diqqətli qulaq asmır, dərsə biraz elə bir maraq oyatmır, dərsə suallara cavab verə bilmir, ətraflı. Bu boşluğu doldurmaq üçün onları dərs izahlarla edib və ya fərdi şəkildə suallar verərək rahat suallar onlardan alaram. Məsəl üçün o dərsə elə bir ona dərsi elə hər tərəfli keçərəm ki, o dərsə uyğunlaşsın bilsin. Bax Şəlalə müəllimə, müsahibədə də oturacaqsınız inşallah, orada müsiflər heyətinin qarşısında. Diqqətlə suala həmişə qulaq asın. Təkrar sualı soruşmayın. Necə oldu sual? Ona görə diqqətli olun. Bax, mənə sual verdiniz, necə dediniz? Orada da çaşıb bu sualı təkrar verməyin. Diqqətlə müəllimlərə qulaq asın ki, sizə nə sual verəcəklər? Bəli, şagirdlərin təhsilində hansı boşluqları görürsünüz? Əgər bu sual verərlərsə, belə cavablandıracaqsan. Şagird maraqlarının önə çəkilməməsi. Bəzi valideynlərin şagirdlərin təhsil almasında etdiyi etinasızlıq, bütün şagirdlərin məktəb resursları ilə təmin olunmaması. Bax, bu səpkidə suala cavab vermək olar. Şəlalə müəllimə, sinifin effektiv idarə edilməsi üçün müxtəlif texnika və strategiyalar var. Bunlar hansılardır? Mən kurikulumdan zəifəm, hazırlaşmamışam, elə yalandan testlər üzərində işləmişəm. Şəlalə müəllimə, orada da belə cavab verəcəksən? Mənimki oxuyuram da, yavaş-yavaş başlamışam bəzi şeyləri oxumağa. Hə, indi mənə cavab verdi, elə bil oturmusan ya oxumaq üçün. Onda bax, belə deyəcəksən bu sualın cavabını. Deyəcəksən ki, gözlənti, prosedur, qayda, sinif daxili konfliktlərin həll edilməsi, şəxsi nümunə. Bax, bu suala belə cavab verəcəksən. Nə oldu? Şəlalə müəllimə, de, yadında qalsın. Yaddan çıxdı, gərək qeydiyyat aparam oxuyan. Gözlənti, prosedur, qayda, sinif daxili konfliktlərin həll edilməsi, şəxsi nümunə. Bunlar nədir? Bunlar sinifin effektiv idarə edilməsi üçün müxtəlif texnika və strategiyalardır. Yaxşı. Mənə də görüm, Daniel Golemanın nəzəriyyəsi necə adlanır? Birdən belə bir sual verdilər. Necə cavablandıracaqsan? Bəli. Mən bilmədim. Emosional zəka.
Daniel Golemanın nəzəriyyəsi emosional zəka adlanır. 5 komponentə ayrılır o da. Hansılardır? Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlılıq, buna empatiya da deyirik, münasibətlərin idarə edilməsi. Münasibətlərin idarəsinə. Bəli, münasibətlərin idarə edilməsidir. Bəli. Yaxşı. Sosial emosional öyrənmə. Buna SEO da deyirik. Düzdür? Bəli. Neçə kompetensiyası var onun? Mənim qrupundan zəifəm, o dərəcədə dərin bilmirəm. Emosional zəki ilə eynidir, mərhələləri az fərqlidir. Özünü dərkdir, özünü idarə etmədir, sosial məlumatlılıq, empatiyadır, münasibət qurma bacarığıdır, məsuliyyətli qərar vermə bacarığıdır. Kurikuluma diqqət yetirin, çünki orada sinifin idarə olunması, şagird-müəllim münasibətinə aid suallar çox verilir. Mənim kurikulum dərin bir mövzudur da, gərək hər tərəfli o kitabı timer hamısını oxuyar. Əsas nəyə fikir verilməlidir ki, o məsəl ki, o sinifin idarə olunmasıdır, valideyn, müəllim, şagird münasibətləri də. Əsasən onlara çox diqqət yetirin. Bullyingdən sizə suallar ola bilər. Bullying nədir? Bu uşaqlara elə bir təsir göstərmədir da. Hə. Kənardan təsir göstərilməsidir. Belə. Güclü şəxsin zəif şəxsə təzyiqidir. Təsir göstərmədir. Bullyingin bir universal tərifi yoxdur. Yəni fərqli formada biz onu ifadə edə bilərik. Yəni məsələn götürəndə mənim belə başa düşmək olar ki, güclü şagird zəif şagirdin üstünə elə çox gedilir. Məktəbdə də çox görmüşəm belə bir şey. O bilən uşaq zəifə deyir ki, sən bilmirsən, sən heç nə bilmirsən, sən zəifsən, səndən yaxşı biz bilirik və ya geyiminə görə də məsəl üçün deyirlər ki, buna bax, onun geyiminə bax, belə araya qoymaq məqsədi ilə ya o dərsdə güclü şagirddirsə, o bərk edən şagirdlər, o güclü şagirdlərin üstünə də düşə bilər ki, sən bu dərsdə aktiv cavab verirsən, amma mənim sənin sayəndən bizi təhqir edir, ondan sonra bizi nə qaldırır, danlayır. Məncə, bu denəklər bunlara bir aid etmə ola bilərmi? Bəli, bullying güclü şəxsin zəif şəxsə göstərdiyi fiziki təsirdir. Fiziki təsirdir. Həm fiziki, həm psixi cəhətdən göstərilən təzyiqdir. Yəni, bax, burada onun növləri vardır. Deyirik ki, məqsədinə görə bullyingin növləri, bullyingin göstərdiyi davranışa görə bullyingin növləri var. Bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə bullyingin növləri var. Xüsusi növ bullying vardır ki, bu da kiberbullyingdir. Məsələn, bullyingin məqsədinə görə bunlar özü də növə ayrılır. Məqsədli bullying, məqsədsiz bullying. Bilə-bilə edirsən, bir var bilməyədən. Bəli. Elə bir uşaq tək. Məqsədsiz bullying nədir? Düşünülməmiş bullyingdir. Düşünmədən sən onu edirsən. Sən incidirsən də, istəsəmə incidirsən düşünmədən. Bəli, düşünmədən. Məsələn, burada necədir? Tutaq ki, hündür boydur, sinif yoldaşı balaca boydur. Tez-tez ona zarafat eləyir, əli ilə belə vurur. Düşünmədən onu belə vurur. Zarafat etmək məqsədi ilə vurur. Burada məqsədsizdir, düşünülmədən edilmiş bir hərəkətdir. Və yaxud da müəllim şagirdlərin dəftərini yoxlayır. Birinci Şəlalənin dəftərini yoxladı. Gördü ki, Şəlalə 10 testin 5-ini səhv eləyib. Deyir ki, gələn Həsənin dəftərini yoxlayanda deyir, hə, sən də Şəlalə kimi 5-ini səhv eləmisən. Aselin dəftərini yoxlayır, deyir, hə, sən də Şəlalə kimi bu yerdə səhv eləmisən. Artıq burada müəllim düşünmədən neynir? Tədris bullyingi deyirik, düşünmədən.
Məqsədsiz olaraq bu Evet. bullyingdə həmin şagirdə, Şəlalə adlı şagirdə pis təsir göstərir ki, deyir müəllim, niyə məni elə nümunə göstərirsən? Elə Həsənin Heç kim səhvi məsələn var. nümunə Bəli, Həsənin səhvi var, deyirəm Həsən burada səhv eləmisən, düzdür? Burada müəllim fikirləşmədən neyinir? Şagirdə təsir göstərir. Və yaxud da deyirik fiziki bullying, qeyri-fiziki bullying. Burada nədir? Bullinin göstərdiyi davranışa görə növüdür. Məsələn, qeyri-fiziki Davranış. bullying, bəli, özü də ayrılır verbal, qeyri-verbal, sosial bullying. Və yaxud da vasitəsiz bullying, vasitəli bullying var. Bir də kiberbullying vardı. Yəni bax burada məqsədli bullying dedik. Məqsədli bullying nədir? Burada qarşısına məqsəd qoyur ki, mən Şəlaləni incidəcəyəm. Məqsədi var. Bəli. Zorakılıq göstərir, dəftərini götürür, tullayır. Yəni məqsəd qoyur qarşısına, mən ona qarşı bu hərəkəti edəcəm. Məqsədlidir. Məqsədsiz dedikdə düşünülməmiş olur və tədris bullying olur. Bəli. İstəsəməz müəllim, elə bir uşağı incidirsən də, Bəli. ona görə o məqsədsiz bullyingdir. Bəli. Fiziki bullying nədir? Fiziki bullying burada Hərəkətlərlə təsir etməkdir. mütəmadi olaraq fiziki əziyyət verməkdir. Məsələn, adi konfliktləri biz fiziki bullying göstərmirik. Tutaq ki, sən avtobusa minirsən, istər-istəməz, məsələn, biri arxadan gəlir, məsələn, adam çoxdur, qabaqdakını itələyirsən, o deyir, məni niyə itələdin? Sən deyirsən ki, yox, mən səni itələmədim də. Yəni, biz bu konflikt baş verərsə, bunu biz fiziki bullying kimi göstərə bilmərik. Amma sən uşağı vurursan, saçını dartırsan, kitabını götürüb atırsan, üzünə tüpürürsən, ondan sonra əşyasını götürürsən, partanın üstünə çıxdı, şagird partanı sındırdı və yaxud da pəncərənin şüşəsini sındırdı. Bunlar hamısı nədir? Fiziki bullyingdir. Qeyri-fiziki bullying nədir? Yəni burada kontakt yoxdur. Yəni kontaktda olmursan, təmənna burada təmassız olur. Təmas etmədən baş verir. Bu da hansılardır? Verbal bullyingdir, qeyri-verbal bullyingdir, sosial bullyingdir. Verbal bullying ən geniş yayılmış formadır. Bu zaman bully verbal olaraq şifahi və yazılı formada şəxsi təhqir edir. Məsələn, şəkil çəkir, şəlaləyə atır, orada bir, məsəl üçün, böcək şəkili çəkir, altından yazır. Məsələn, bu nədir? Yazılı. Bəli, yazılı şəkildədir, düzdür. Yazılı ifadə edir. Bəli, verbal bullyingdir. Qeyri-verbal bullying nədir? Jestlərlə, mimikalarla, Hərəkətlərlə. bəli, hərəkətlərlə, şəkil. Elə şəkili çəkir, atır belə. Məsələn, qoyun şəkili. Yazı yazmır. Mən bir dəqiqə, bir var ki, mən baxsın, bir var ki, mən şəkillər çəkirsən, qoynuz çəkirsən, heyvan şəkili çəkirsən, atırsan ki, yəni buna oxşayırsan. Bəli, bu qeyri var, bunu içsəyirsən, hərəkətlərlə caddiyot açadırsan, cad gözün bərədirsən. Gözü bərəldirsən, şəkil də çəkirsən. Məsələn, bir var yazır, məsəl üçün, böcək şəkil çəkdə, bu şəlalənin şəklidir. Tutaq ki. Şagirdə atdı bunu, düzdür. Şagird parta yoldaşına atdı bunu. Amma burada nədir? Yazılı şəkildə yazdın. Yəni burada verbal bullying orada nədir? Sözlüdür. Yazılı da ola bilər, şifahi da ola bilər. Amma şəkili çəkib tullayırsan, söz yazmır, şəkil çəkir atır, artıq orada nədir? Qeyri-verbaldır. Sosial bullying nədir burada? Deyirik ki, qrupa daxil olmadan kənarlaşdırır. Yəni bir qrup var, məsələn 5-6 orada şagirddir, oğlanlar da ola bilər, qızlar da ola bilər. Bir nəfərə həmin o qrupa daxil olmağa imkan vermir. Vasitəsiz bullying var, vasitəli bullying var, Şəlalə müəllimə. Vasitəsiz nədir? Yəni burada özün edirsən. Xoşun gəlmir parta yoldaşından, sinif yoldaşından. Sözdən də eləyirsən, fiziki cəhətdən də dəftərini götürüb cırırsan, saçını dartırsan və yaxud da şəklini çəkib atırsan belə, şifahi şəkildə də eləyirsən, dildə çıxarırsan. Yəni bu nədir? Vasitəsizdir, özün eləyirsən, kiməsə qarşı bunu.
Bu vasitəsiz. Bəli. Amma bir də var vasitəli. Yəni bunu özün eləmirsən, bir başqasına elətdirirsən. Özün gücün Bəli. çatmır, dostun güclüdür, onun vasitəsilə həmin şagirdə təzyiq göstərirsən. Bu olur nə? Vasitəlidir. Bir də var kiberbullyingdir. Kiberbullying bu internet vasitəsilə, Facebook, WhatsApp vasitəsilə və yaxud da Instagram vasitəsilə müxtəlif şayələr yaymaq, onun adından məsələn nələrsə paylaşmaq, bunlar nədir? Kiberbullyingdir. Bax, bullyingə aid suallar da çox olur orada. Ona görə də bu hissəyə diqqət yetiricilən həm şagird-müəllim münasibətləridir, sinifin idarə olunmasıdır. Bunlar öz fənnin məzmun fərqləridir. Bunlara diqqət yetirin, onlardan suallar verir. Bəli, çox sağ olun. Əgər sinifdə bir uşağın halı pisləşərsə, nə edərsiniz? Əgər sinifdə bir şagirdin halı pisləşsə, mən onu edərəm ki, sinifdə onu dərsi dayandıraram, ona yaxınlaşaram, onun başını sığalayaram. Əgər o narahatdırsa, onu məsəl üçün etibar etdiyim bir şagirdə qoşub çölə çıxartma, yəni nəsə köydən ki, nəsə su gətirib, əgər su istəyirsə, halını özünə qaytarmaq üçün su verərəm, ya üzünə nəsə vuraram. Elə bir ona navaş göstərərəm ki, o halı lap yaxşı. Əgər bundan da eləyə bilmərsəm, etibar etdiyim bir uşağı çağıraram ki, biraz köydə hava alma, ya orada tibbi yardım varsa məktəbdə ona müraciət edərəm ki, bu lap yaxşı olsun. Bəli, əvvəlcə şagirdən bunun səbəbini öyrənərəm. Onun hansı problemini hansı səbəblərinə görə. Elə şagird var müəllim, o səbəblərini deyə bilmir də. Bəli, deyə də bilmir. Məktəb həkiminə məlumat verərəm. Müraciət eləyərəm. Məktəb həkiminə müraciət eləyərəm ki, bu şagird halı pisdir də, məsəl üçün nəsə nəyə görə stres bu Şəlalə müəllimə, sinif şagirdiniz sizə sevgi etirafı etsə, nə edərsiniz? 11-ci sinif şagirdidir. Sinif şagirdinizdir. Sizə sevgi etirafı edərsə, nə edərsiniz? Birincisi müəllimlə şagird arasında pərdə olmalıdır. Müəllim mülayim olmalıdır. Müəllim öz dərsini yaxşı bilməlidir. Şagirdin münasibəti də arada pərdə olmalıdır ki, ona nə gün münasibət göstərməlisən. İkincisi, əgər elə bir şey olsa, ona tarixdə yol verməliyəm ki, o şəxs sevgisini bildirsin mən. Əgər belə bir şey olsa da, ona müsbət yanaşaram, sonra ona ayrıca o fərdi şəkildə başa salaram. Bəli, əgər belə bir sual verilsə, Şəlalə müəllimə sizə belə cavablandıracaqsan. Onu başa salaram ki, şagird və müəllim arasında yalnız müəllim-şagird sevgisi ola bilər. Mən bunların hər birini öz övladım kimi sevdiyimi bildirərəm. Siz mənim övladımsınız, mən sizi övladım kimi bilirəm və bununla da dialoqu kəsərəm. Ancaq bu barədə sinif qarşısında onu qətiyyən pərt etmək, fərqli münasibət bəsləmək olmaz. Olmaz da, fərdi şəkildə başa salaram ki, mənim arasında ancaq ana-uşaq münasibəti ola bilər. Ya da o yol vermərəm ki, mənimlə şagird arasında o münasibəti qaldırım, o pərdən qaldırım ki, ona yaxınlaşıb nəsə deyə bilsin. Şəlalə müəllim, direktor gəlib dərsinizdə əyləşsə və sizdə səhv tutsa, nə edərsiniz? Birincisi, direktor məndən səhv tutsa, əgər dərsimə daxil olubsa, mənim dərsimin keçirməsində nəsə səhv görürsə, birinci müsbət qarşılayaram, çünki direktor böyükdür. Siz də müraciət edərəm ki, harada səhvlərim var və onu izah etməyə çalışsın və onu
şeydi. Ben Bakşıyana aşağıdaydım. Bəli, Şəlalə müəllimə, əgər belə bir sual verilsə sizə, belə cavab verəcəksiniz. Ben bir dəqiqə fikrimi toplayayım. Əgər direktor məndən səhv çıxarsa, birinci direktor böyük kimi qarşılayaram. Ona heç bir müsbət kimi qarşılayaram. Sonra əgər harda səhvim varsa, direktora müraciət edərəm. Səhvlərimə deyə görə. Başqa nə? Başqa. Bəli, direktorun ixtiyarı vardır ki, hər hansı bir müəllimin dərsində əyləşsin. Direktor Bəli. məndə səhv tutarsa, ilk öncə onun səbəbini araşdıraram. Tutarlı bir Səbəb, səbəb bəli. olarsa üzr istəyirəm və səhvimi düzəldib dərsimə davam edərəm. Bəli. Şəlalə müəllim, kollektiv sizi bəyənməsə nə edərsiniz? Mən kollektiv məni bəyənməsin, birinci müsbət qarşılayaram. Əgər hardasa mənfi cəhətlərim varsa, onlara müraciət edərəm. Deyərəm ki, niyə görə? Bəli, Mən əgər belə bu sual qarşılamışdı da. verilərsə, belə cavablandıracaqsınız. Onlar yalnız mənim dərs keçmə metoduma irad və təkliflərini bildirə bilərlər. Normal qarşılayıb hər kəsin öz metodu olduğunu bildirərəm. Bəli. Bəli. Əgər Şəlalə müəllimə pedaqoji şuradır, burada iştirak edirsiniz. Sizi tənqid etsələr nə edərsiniz? Birinci mən o tənqid formasını yaratmaram burada. Əgər belə bir iş olsa, tənqid olunsa pedaqoji şurada, harda mənfi cəhətim varsa, niyə mən tənqid olunuram burada, onun iradımı bildirərəm. Bəli. Biz hər birimiz tənqidə açıq olmalıyıq. Açıq Hər olmalıyıq, zaman- qəbul eləməliyik, Bəli, amma hər zaman iradımı da bildirməliyim. etdiyim Bəli. yanlışlıqları başa Bəli. düşərəm və üzərində çalışıb bunu aradan qaldıraram. Bax bu sualı belə Bəli. cavablandıracaqsan. Bəli mənim. Şəlalə müəllimə, özünüzü hansı müəllim tipində görürsünüz? Özümü hansı müəllim tipində görürəm? Bəli. Mən özümü Bəli. çalışaram savadlı müəllim kimi olan. Demokratik Bilib müəllim, bacarıqlarımı. demokratik Demokratik. müəllim tipində Demək. görürəm. Bəli. Bəli. Risk qrupuna daxil olan uşaqlar haqqında nə deyə bilərsiniz? Bunun haqqında məlumat verin. Risk qrupuna daxil olan uşaqlar haqqında nə deyə bilərsən Şəlalə müəllimə? Risk qrupu olan uşaqlar, yəni dərsə sakit durmayan uşaqlar, dərsdə nacil olan uşaqlar, Bəli. dəcəl uşaqlar. Çətin uşaqlar, bax, risk qrupuna daxil olan uşaqlar çətin uşaqlardır. Bax, bu risk Çətin uşaqlar- qrupuna Şəlalə müəllimə daxil olan uşaqlar Down sindromlu, hiperaktiv uşaqlardır, valideynlərini itirmiş uşaqlardır, valideyn himayəsindən kənarda olan uşaqlardır, xəstəlikləri olan uşaqlardır. Sonra ailələrində müəyyən çatışmamazlıqlar olan uşaqlardır. Bax, çətin uşaqlar Valideyn dedikdə bir-birindən çox ayrılan uşaqlar. sözə baxmayan, dərsdə səs salan, dərsi pozan uşaqlar nəzərdə tutulur. Bəli. Buna Bəli. pedaqoji baxımsızlıq səbəbindən yaranan uşaqlar aid edilir. Psixoloji ədəbiyyatda Bəli. çətin uşaqların psixoloji təhlilini belə verirlər. Davranışında, hərəkətlərində çətinlik dərəcəsi müəyyənləşdirən uşaqlar, baxımsız səbəbindən əxlaqında, dünya görüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan uşaqlar,
Əlverişsiz çətin şəraitdə tərbiyə olunan uşaqlarda özünü göstərən çətinlik dərəcəsi olan uşaqlar, belə şagirdlərlə valideynlərin, müəllimlərin və tərbiyəçilərin düzgün olmayan, düzgün təşkil olunmayan, tərbiyə əsasında yaranan çətinlik dərəcəsi qeyd olunan çətin uşaqlar, düzgün qurulmayan münasibətlər əsasında yaranan çətin uşaqlar, boşanmış ailələrin uşaqları, valideynlərindən birini və yaxud hər ikisini itirən uşaqlar, qəyyumluqda yaşayan uşaqlar, fiziki və ya mənəvi zorakılığa məruz qalmış uşaqlar risk qrupuna daxil olan uşaqlardır. Bax, bu sualı belə cavablandıracaqsan Şəlalə müəllimə. Bəli, müəllim. Təşəkkür edirəm Şəlalə müəllimə. Çox sağ olun müəllim. Çox şey öyrəndim. Təşəkkür edirəm sizə də. Minnətdar bildirirəm.